Nə yaşından xəbərimiz var, nə də rənglərinin sehrindən, cazibəsindən. Yüzillərdir bizimlə yol gəlir. Ən xoş şən günümüzdə qiymətli sərvətimiz kimi üstümüzdə gəzdirmişik. Gah başımıza bağlamışıq, gah da boynumuzdan asmışıq. Nədənsə heç vaxt onun harda yarandığını, niyə məhz Kəlağaya adlandırdığını və bizə bu qədər xoş, məhrəm gəldiyini düşünməmişik. Amma sən demə milli qadın geyiminin qədim atributu olan Kəlağayı özündə ümumbəşər mənalar daşıyan bir-biri ilə bağlı anlayışlar aləmini əks etdirir. Əsrlər boyunca təkmilləşdirilmiş estetik qanunlara tabedir. Kəlağayı hər qadın üçün xüsusi olaraq hazırlanan, tayı bərabəri olmayan valeh edici örpəkdir. Kəlağayı şərqdən və mənfi təsirlərdən qoruyan əsl talismandır. Onu yüksək dəyərləndirərək yalnız sevdiyin insanlara bağışlamaq olar. Araşdıraraq görürsən ki, zərifliyi qədər də incə olan bu gözəlliyin özündə, mahiyyətində və fəlsəfəsində çox sirlər gizlənib. Bakı Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru Ülkər Məmmədzadə ilə söhbət zamanı bir daha məlum oldu ki, adidən adi baxdığımız Kəlağayı rəngi, hazırlanma texnologiyası daşıdığı məna və məzmununa görə düşündüyümüz qədər adi bir sənət nümayişi deyilmiş. Kəlağayı deməli Azərbaycanın qadın geyim mədəniyyətinin ən qədim və incə nümunələrindən biridir. Kəlağayı ən azı 16-cı əsrdən etibarən, yəni yazılı mənbələrdə qeyd olunub, biz bunu görürük. Ancaq bilirik ki, ipəkçilik Azərbaycanda daha qədim ənənəyə malikdir, daha qədimdir və 1000 illik bir tarixə malikdir. İpək istehsalı, xüsusilə də ipək istehsalının mərkəzi Şamaxı olub, Baskal olub, Şəki olub və ona görə də bunları nəzərə alsaq, Kəlağayının köklərinin daha qədimə getdiyini, yəni orta əsrlərin hardasa əvvəllərinə getdiyini görürük. Yəni belə deyək də, ipək örpəklərin artıq 9-12-ci əsrlərdən istifadə olunduğu yəni ehtimal olunur. Çünki arxeoloji tapıntılar da, ipək ticarəti haqqında olan orta əsr mənbələr də bunu göstərir, bir faktdır. Daha sonra rəssam modelyər Səkinə Əliyevanın fikirlərini öyrənərək Kəlağayının modada necə istifadə olunduğu barədə məlumat aldıq. Kəlağayının bugünü moda trendlərinə uyğunlaşması son illərdə həm yerli, həm də beynəlxalq moda tendensiyalarında mədəni irsin modern təqdimatı kimi yenidən populyarlaşıb. Müasir dizaynerlər onu 3 əsas istiqamətə uyğunlaşdırırlar. Birincisi modern silüet və formalardır. Minimalist ölçülərdə klassik böyük ölçülü Kəlağaylar daha kiçik kvadrat və uzun şərf formatında hazırlanması müşahidə olunur. Asimetrik bağlanması üsulları boyunbağı, çiyin üstü şərf və çanta aksesuarı kimi daha çox istifadə olunur. Sonda isə biz də öyrənmiş olduq ki, Kəlağayının tarixi böyük ipək yolunda şimalla cənub, qərblə şərq arasında əlaqələndirici hissi olan və əsrlər boyu ipəkçilik ölkəsi kimi məşhur olan Azərbaycanda ipəkçiliyin inkişafı ilə sıx bağlı olub. Kəlağayı haqqında bildiyim ən vacib məlumatlardan biri odur ki, İsmayıllı rayonumuzda Kəlağayı təbii şəkildə hazırlanır. Yəni hətta mənim də ən çox getmək istədiyim yerlərdən biri sayılır ki, həmin Kəlağayıların təbii şəkildə hazırlanmasına, boyanmasına şahid olum. Kəlağayıda hətta həri məclislərində də istifadə edilir. Yəni subay qızların hərisini aldıqdan sonra onların çiyinlərinə atılır və çox gözəl adət-ənənələrdən biridir. Hətta üzərinə istənilən naxışlarda vurmaq olar, yəni yazılar yazmaq olar. Çox bəyənirəm. Çox paltarlarla da kombin olunur. Yəni müasir dövrdə artıq istifadə olunur. Yəni keçmiş dövrdə qalmış kimi bir fikir yoxdur. Artıq hər kəs bəyənir. Yəni mən də olsam istifadə eləyərəm. Yəni hicabın üzərindən atmaq və yaxud da çiyinlə atmaq və yaxud da kəmərlə taxmaq çox qəşəngdir. Bəyənirəm. Çox gözəl göstərir Azərbaycan xanımını. Və müasir olsun, ya keçmişdə olsun. Kəlağayın həmişə öz yeri olub. Azərbaycan xanımlarının geyiminin ən gözəllərindən biridir, atributlarıdır. Siz də evdə xanımdan istifadə edilir? Vardı, Kələğayı var, amma baxır da indi harada istifadə eləmək lazımdır onun. Kəlağayının üstündə sizdə hansı atributlar daha çox istifadə olunur? Valla vardı orada, ayfara vardı. Onlara tam təfərrüatı ilə deyə bilmərəm, amma çox gözəl bir naxışlarla belə gözəl bir şəkil yaradır.
Kəlağaya qədim dövrlərdən gələn bizim adət-ənənəmizdən bir atribut kimi istifadə olunur. Xanımlar istifadə edir bunu. Çox yaxşıdır. Müasir dövrdə də istifadə olunsa çox yaxşı olar. Çünki insan heç bir şəkildə tarixini unutmamalıdır. O qədimdən hətta belə deyərdim də, qədimi kinolardan da tutmuş hər bir şeydə var idi. İndiki müasir dövrdə amma görsənmir, az istifadə olunur. Amma müasir dövrdə də daha çox istifadə olunsa daha yaxşı olar. Çəlayağı bizim milli atributlarımızdan biridir. Üzərində də butan axşı var. Bu da bizim milli simvollarımızdan biridir. Çəlayağını mən daha çox müəllimlərin universitetdə görürəm. Onlar geyimlərində kombin edirlər və çox bəyənirəm. Özüm istifadə etmirəm, amma istifadə etməyi çox istəyirəm və gələcək fəaliyyətimdə də müəllim kimi fəaliyyət göstərəndə istifadə edəcəm. Daha çox paltarın üzərindən belə salırlar qayışla və yaxud da başa datmaq olur örtü şəklində. Yəni bu şəkildə istifadə edə bilərəm. Kəlağayı Abdullayeva Nazlı. Kəlağayı milli bizim, yəni necə deyərlər, atributlarımızdandır. Şəxsən mən xoşlayıram, mənim şəxsən evdə də varımdır. Paltarıma uyğun onu taxıb xoşuma da gəlir. Gənclərimiz yəni istifadə eləsə daha yaxşı olar, unudulmasın da milli atributlarımız. Get-get ənənələrimiz, yəni daha doğrusu milliləşirdi, yəni necə deyərlər, müasirləşirik. Ancaq milli ənənələrimiz həyatdan unudulmasa daha yaxşı olar. Üzr istəyirəm, yəni sport geyimən onu geyinmək olmaz, taxmaq olmaz məncə. Siz yəni Amma arada olur, məsəl üçün baxıram da indi hansı paltarla uyğunlaşdırıb onu geyinirəm. Günel Fərzəliyeva, Rəsul İsayev, Səs TV xəbər.